Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vahdahu ve salatu ve selamu ala nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Amma ba'd. Fe inne astaqal hadisi kitabullah ve hayral hedi hedi Muhammedin sallallahu aleyhi ve alihi ve sellem ve şerrul umur muhtesatuhâ ve kulle muhtesetin bid'a ve kulle bid'atin dalale ve kulle dalaletin finnâr. Allah subhanahu wa ta'ala qarşıda sonsuz şükürlər olsun ki, bizə Allah müvəffəq elədi. Artıq bu kitaba giririk. Yəni namazın şərtləri, ərkanları və vacibətləri. Və həmçinin bu kitabın bu məsələdən sonra başqa bir mövzusu da var. Mövzu da nədir? Məscidə getməyin ədəbləri. Məscidə getməyin ədəbləri. Yəni Allah müvəffəq eləyərsə, Allahın izni ilə inşallah bu şərtlər, rukunlar, vacibətlər bitəndən sonra elə şeyxin kitabını inşallah bitirərik. Amma bugünkü gündə Allahın izni ilə biz artıq başlayırıq nəyə? Namazın şərtlərinə. Çox mühüm bir dərsdir. Hər bir insan üçün vacibdir öyrənməsi. Fərqi yoxdur. Hər bir müsəlman üçün vacibdir ki, bilsin məsələləri. Yəni bunsuz mümküniyyət yox. Çünki biz yəni orta bir qövmük. Nə elm olub, onu əməlsiz qoymuruq, nə də yəni elmsiz əməl eləmirik. Buna dəlil nədir? Qayril məğdubi aleyhim vələddalin. Biz həmişə namazda dua edirik ki, Allahım sən bizi qəzəbə düçar olmuşlardan və azmışlardan eləmə. Təfsir alimləri ittifaq ediblər ki, bunlar Yahudi və Nasranilərdir. Və həmçində ki, təfsir alimləri arasında hamısı Allahın izni ilə ittifaqdır ki, kim elmi olarsa, əməlləməzsə, daxil olur qeyri məğdublara, yəni yahudilərə bənzədir özünü. Kim isə elmsiz şəkildə əməl eləyərsə, bənzədir özünü nasranilərə. Ona görə imkan varsa, mümküniyyət də, yəni nə qədər mümkündürsə, nə etmək lazımdır? İnsan gələ elmlənsin. Və elm heç vaxt bitmir. İnsan yəni fərqi yoxdur. Nə həddinə çatsan, nə qədər qalxsan elmdə, nə qədər elmli olsan, yenə də görürsən öyrənməyə ehtiyac var. Hətta ki, alimlərin dizinin dibində belə 20 illərdən 30 il olsan, yenə də görürsən öyrənirsən. O ki, qaldı bizdə. Mütləq yəni, elmi artırmaq. Elm artdıqca həmçində imanın təzələnir. Çünki insanda sual yaranır. Çox vaxt deyir, bəs biz ilk olanda imanımız daha güclü idi, belə idi, elə idi. Amma indi görürsən ki, həmən ki, imanın şirinliyi yoxdur. O hamısı sən neyi görür, sən heç nə bilmirdin. Sən hər şeyi öyrənirdin. Təzə, nə fərz namazın var idi, düzdürmü? Nə sünnə namazların var idi, nə saqqalın var idi, nə məscidə getməyin var idi. Bunlar hamısı nədir? Elmdir. Öyrəndin, əməl elədin, iman qalxırdı. Öyrənirdin, əməl elədin, iman qalxırdı. Öyrəndin, əməl elədin, iman qalxırdı. İndi neyinsən? İndi dayanmısan, öyrənmirsən artıq. Hamısı köhnədir. Təzələmirsən imanını, elmini artırmırsan. Əməllər artma, ona görə iman qalıb yerində. Ona görə eləməlisən, öyrənməlisən. Öyrənməlisən və əməl eləməlisən. Onda Allahın izni ilə görəcəksən ki, iman təzələnir. Çünki sən artıq vərdiş haldır. Məsələn, 20 il bundan qabaq nə eləyirdinsə, elə onu eləyirsən. Düzdürmü? Heç nə artırmırsan. Məsələn, hifzini artırmırsan Qurandan və yaxud da dili öyrənmirsən. Kim nə bacar, o tərəfdən öyrənməlidir. Hər öz gücün bilir. Əsas o deyil ki, sənin nəsə bir böyük bir şey öyrənmək. Əsas o da yolda olmağın. Yəni, o Allaha tərəf, yəni cənnətə gedən yolda olmağın. Və hara çıxacaqsan, o Allah bilir. Elmi yəni səviyyədə. Müvəffəqiyyət Allahdandır. Amma o yola çıxmaq hər birimizin üzərimizdə vacibdir. Çünki keçən səfər hədisi götürdük, Allah Rasulullah deyir, yəni elm tələb eləmək hər bir müsəlman üçün vacibdir. Fərq istəyir, qadın olsun, istəyir kişi olsun. Deməli, qardaşlar, necə ki qeyd eləmişdik, bu kitab, yəni indi kimsə bilmirsə orada var, müqəddimədə, qısa da olsa şeyxin həyatı barəsində, şeyxə atılan böhtanlar barəsində danışmışdıq keçən dərsdə. Və görürsən ki, insanlar, hətta elə insanlar olur ki, qardaşlarım, onların ixlaslı, o qədər ixlaslı olurlar ki, onlar öləndən sonra onların yəni, elmi yayılır. Məsələn, neçə alimlər var ki, görürsən ki, onlar yaşayan dövrdə o dərəcədə yəni, yayılmamışdı. Məsələn, türmələrdə, əziyyətdə və s. Amma görürsən, sonra öləndən sonra bugünkü günümüzə kimi
Yəni onların artıq dünyası dəyişdi. 7 əsr, 8 əsr keçibdi. Hətta çox da olanlar var. Görürsən kitablar eləmdə oxunur və tərcümə olunur başqa dillərə. Və ona görə əməl də eləyəndə nə etməlisən? İxlas. Yəni xalis Allah üçün olmalıdır. Ola bilsin günün içində bəhrəsini görməyəsən. Ola bilsin sən öləndən sonra övladın görsün bəhrəsini. Nəvən görsün, nəticən görsün. Bu ixlas üzərində daim çalışmaq lazımdır. Və həmçində ikinci də nədir? İkinci də odur ki, Allah Rasulü s.ə.v-in sünnəsinə, yəni yoluna, onun elədiyinə müvəffiq olmalıdır. Bəli. Şurutus salə, birinci burada şeyx gətirir, rahiməhullah təala, şurutus salə. Şurut cəm şart. Yəni şurut şərtin cəmidir, şərtlər deməkdir. Təki isə şərt, yəni şərt elə bizdə. Və şərtu huvəl-ləzi yəlzəmu min ədəmihi əl-ədəm. Və la yəlzəmu min vücudihi vücud. Vəl-mə'nə ənəhu yəlzəmu min kəvnil insani qeyri mütətahhirin. Əllə təsihu ləhus salə. Deməli, baxın qardaşlar, şeyx burada qayda qoyur. Yəni, şərt yoxdursa, yəni yoxdur heç bir şey. Misal üçün, sən kimlənsə işləməyə başlayırsan. Düzdürmü? Ola bilsin ki, o şərt olsun səndə. Amma o ikinci tərəf yoxdursa işlədiyin adam, o şərtin nə faydası var? Düzdürmü? Şərtləşmə kimlə olmalıdır? İki tərəfli. Bu da belə, bu şərt o şeydir ki, o ibadətdən qabaq olur. İbadətin içində olmur, daxilində olmur. Yəni, ondan qabaq olur. Misal üçün, indi şeyx burada gətirir. Əgərlərim o yoxdursa deyir, yəni namaz da yoxdur. Niyə görə? Ona görə ki, taharət, yəni təmizlənmək, dəstəmaz almaq, dəstəmaz yoxdursa namaz da yoxdur. Və dəstəmaz da namazın şərtlərindəndir. Liqovli hiyə Rasulullah s.ə.v. Lə yəqbəlullahu salət əhədukum idə əhdətə hətə yətəvadda deyir. Allah Rasulullah s.ə.v. deyir ki, Allah subhanahu ta'ala sizin namazınızı qəbul etməz, əgərlərim dəstəmazı pozularsa, o vaxtda kimi ki, dəstəmaz alınır kimi. Bu da ki, Buxari və Müslimdə gəlir, Əbu Hüreyra radiyallahu anhu bu hədisi rəvayət edibdir. Amma nə deməkdir bu? Məsələn, ola bilsin ki, insan, yəni onun olmasıyla sənə ibadət də vacib olmur. Məsələn, mənim dəstəmazım var. Düzdür, mənə vacib deyil ki, namaz qılım. Amma artıq namaz varsa, namazı artıq keçsənsə, vacib ki, səndə olsun. Məsələn, ola bilsin ki, insan dəstəmaz aldı, heç namaz qılmadı, pozuldu. Yəni, bunun bir problemi yox. Yəni, o vacib deyil ki, yəni, dəstəmaz alsın. Düz dəstəmazlı olmaq, bu gözəl, bu başqa məsələdir. Nə vaxt lazım olur? Yəni, namaza daxil olsansa, o yoxdursa, deməli, namaz da yoxdur. Və sonra isə şeyx yəni birinci bunu başa salır ki, yəni nə deməkdir? Ümumiyyətcə şərt. Yəni aydın oldu da bura kimi, düzdürmü qardaşlar? Deməli, sən şərtin olması, məsələn, dəstəmazlı olmağın, o deməkdir sənə vacibdir ki, namaz qılasan. Amma namaz qılmaq istəyirsənsə, artıq vacibdir ki, sən dəstəmazlı olasan. Nə vaxt? Yəni namazdan qabaq. Və qavluhu şərtul əvvəl və şeyx rahimallah deyir ki, birinci şərt İslamdır. Yəni insanın İslama daxil olması. Yəni müsəlman olması. Yəni qeyri-müsəlman namaz qılsa belə, onun hamısını eləsə, amma İslamı qəbul eləməyib. Yəni ki, Allah subhanahu wa ta'alənin təhliyini qəbul eləmir və Allah Rasulü s.ə.v-in Peyğəmbər olduğunu, Rasul olduğunu qəbul eləmirsə, onun yəni namazı batildir. Yəni qəbul olunmur. İslamın əksi nədir qardaşlar? Yəni küfür. Vəl-kəfiru əməluhu mərdudun vələv əmələ ey əməlin. Və kafir isə nə eləsə fərqi yoxdur. Hansı əməl eləməyinin asılı olmayaraq onun əməli rədd olunur. Yəni qəbul olunmur. Və dəlilu qavluhu təala, buna da dəlil Tövbə surəsi 17-ci ayədir. Allah subhanahu wa ta'ala deyir: "Və mə kənə lil-müşrikinə ən ya'muru məsəcidəllahi şahidin alə anfusihim bil-kufri. Ulaikə habitat a'maluhum və fin-narihum xalidun." Yəni müşriklər
özlərinin kafir olduqlarını bildikləri halda Allahın məscidlərini təmir etməyə layiq deyirlər. Kim deyir? Allah Subhanahu wa Taala deyir bunu. Yəni onlar Allahın məscidlərini təmir etməyə layiq deyirlər. Onların əməlləri puç çıxmışdır. Və onlar cəhənnəmdə əbədi olaraq qalacaqlar. Tövbə surəsi 17-ci ayə. Yəni kafir gəlib sənə namaz qılsa da, nə əməl eləsə fərqi yoxdur. Yəni ondan o əməl qəbul olunmur. Və həmçindəki Furqan surəsi 23-cü ayə. وَقَدِمْنَا إِلَى مَا عَمِلُوا مِنْ عَمَلٍ فَجَعَلْنَاهُ هَبَاءً مَنْثُورًا. Onların etdikləri hər hansı bir əməli biz qəsdən dağınıq, zərərə döndərərik. Fərqi yoxdur. Nə eləsələr onlar hamısı dağınıqdır. Allah qorusun. Bu da Furqan surəsi 23-cü ayədir. Fərqi yoxdur. Nə əməl eləsə, bu da ona dəlildir ki, yəni şeyx burada 2 ayədən dəlil olaraq gətirir. Və kullu əməli yetəqarrabu bihi ilallahi fi hadihi l-ummə la yenfə'u sahibi illə izə kənə məsbuqan bi şəhadəti əllə ilə illallah və ənə Muhammedən Rasulullah sallallahu əleyhi və səlləm. Yəni bu ümmətdə fərqi yoxdur qardaşlarım. Yəni insan nə əməl eləyirsə eləsin, əgər o əməldən qabaq şəhadəti gətirməyibsə, onun əməli puçdur. Yəni o təsdiqləmirsə ki, Allah Subhanahu wa Taala'dan başqa haqq olan məbud yoxdur, ibadətə layiq və Muhammed sallallahu əleyhi və səlləm onun rəsuludur, o qəbul olunmur. Və burada məsələ var, misal üçün ümmət deyəndə kimdəsə şübhə doğurur. Necə yəni ümmət? Kafir deyirsən və ümmət isə Muhammed sallallahu əleyhi və səlləmin. Əlbəttə ki, qardaşlar, bu ayrı bir dərsdir, əqidə dərsidir. Fərqi yoxdur. İstəyir müşriklər olsun, istəyir məsəl üçün Nasrani olsun, istəyir Yevrey olsun. Hamısı bunlar Allah Rəsulullah ümmətindən sayılırlar. Yəni bunlar hamısı Allah Rəsulullah ümmətindən. Sadəcə var ümmət 2 qismə bölünür. Də'vi və icabi. Yəni bu əqidə məsələlərində. Də'vi yəni dəvət olaraq Allah Rəsulullah sallallahu hamısını yəni Allah Rəsulullah gəlib dəvət eləyərək. Amma onların içindən kim artıq İslamı qəbul edirsə, daxil olaraq icabət eləyənlərə. Bu özü bir ayrı mövzudur, böyük mövzudur. Sadəcə qısa olaraq ki, yəni biləsiniz ki, yəni bu onlar hamısı yəni Allah Rəsulullah sallallahu ümmətindən sayılır. Sadəcə onlar Allah Rəsulullah sallallahu getdiyi haqq dinə, yəni onun Allah Subhanahu təhliyini və o ibadətə tək olan, layiq olmağını qəbul edirlərsə, Allah Rəsulullah sallallahu Rəsul olduğunu qəbul edirsə, o halda artıq daxil olurlar ikinci hissəyə. Yəni ikinci hissədə də artıq başlayır bölümlər. Məsələn, o 73 firqə var və s. Onlar hamısı orada da o bölümlər. Yəni nə qədər əməl eləsə, yəni burada bu çıxır şeyxin məsələsinin açıqlamasında, yəni fərqi yoxdur. Nə eləsə o hamısı onlardan yəni qəbul olunmur o vaxta kimi ki, şəhadəti gətirməyincə. Və burada da şeyx əlhəmdülillah bu 2 ayəni yəni bizə dəlil olaraq gətirdi. Kimsə yəni əzbərləsə nə gözəl, əzbərləyə bilməsə ən azı nə etməlidir? Yəni bilməli Tövbə surəsinin 17-ci ayəsində gəlir dəlil və həmçindəki Furqan surəsinin 23-cü ayəsində. Və beləncə yadında saxlamalıdır ki, buradadır bunun dəlili. Birinci yəni İslam olması və onun əksi də küfürdür və dəlil də ki budur. Tövbə surəsi 17, hansı surə? Furqan surəsi 23. Və bunu mütləq beləncəsini Allahın izində eləsəniz nə gözəl. İkinci qardaşlar aql. İkinci şərt, birinci şərt nə idi? İslam. İkinci aql, yəni ağıl. Və duduhu cunun. Onun da ki, əksi nədir? Cunun, yəni insanın ağlı olmaması, dəli olması. Vəl cununu mərfu'u anhul qələm həttə yəfiq. Yəni İnsan da ki, ağlı gidərsə başından, ondan qələm qalxır, o vaxta kimi ki, ağlı başına gəlinə kimi. Və dəlilu hədis. Raf'al qələmu an thalathə. Yəni, qələmlər qalxıb 3 nəfər. Ən-naimu həttə yəstəyqiz, vəl-məcnunu həttə yəfiq, vəs-səğiru həttə yəbluq. Deməli, yatan durana kimi və başından ağlı gedən, yəni dəli ağlana kimi, ağlı başına gələnə kimi
və həmçindəki balaca buluğa çatana kimi, həddi buluğa. Bu üç qisim insandan qələm qalxmışdır. La budda lil musalli fi salati an yakuna hadirel aqli leysa faqidan lahu bi jununi aw sakr. Baxın qardaşlarım, bura daxil olur həmçində nə? Təkcə dəlillər yox, həmçində içki içənlər. Misal üçün, hansı bir maddə olmanın asılı olmayaraq başından ağlını çıxardan. İçki içibdi insan, artıq o hansı hökmə daxil olur? Yəni dəli hökmünə. Yəni ağlı başına gəlinə kimi, tam ayılana kimi, yəni o namazı onun sayılmır. Çünki ağıl başda yoxdur. Çünki ona görə ki, burada şeyh gətirilir ki, yəni o da nəyə daxil olur? Yəni ağlı başında olmayan qismə daxil olur, yəni dəlilərin. Fələ yəqəlu salə. Ona görə ki, o heç bir dərk eləmir namaz haqqında. Və qad istədəllə şeyxu rəhməllah təala bi hadisi raf'il qalam an thalatha və huwa hadisu sahihun əxrəcəl Əbu Davud və Nəsai və İbn Macə min hadis Ayşə radiyallahu anhə. Bu da səhih hədisdir. Əbu Davudda və Nəsaidə və həmçinin İbn Macədə gəlir. Ayşə radiyallahu anhədə rəvayət olunur bu hədislər. Deməli, qardaşlar, burada məsələ var. Nədir məsələ? Yəni, daxil olduqsan adam görürsən uzanır məsələlər. Və buna görə alimlər arasında ixtilaf var. Düzdür. Cümhur onu deyirlər ki, namaz yəni ki, qaytarmaq lazım deyil. Nəyi? İnsanın əgərin xuşusu olmazsa. Yəni, namazın şərtlərindəndir ki, insanın ağlı orada olması, dərk eləməsi. İnsan girir namazına, girdiyi ilə çıxması heç fərq olmur. Yəni, artıq daxil olur sanki buna. Aydın, ona görə bəzi alimlər deyir ki, namaz batildir və namaz qaytarılmalıdır. Amma o birisi qism alimlər deyir ki, yox, namaz batil deyil, namaz qaytarılmır, yəni cümhur bunu deyir. Amma o namazdan heç bir savab qazanmır. Yəni, məsələn, gözləyir ki, qiyamət gün ona o namazdan savablar gələcək. Düzdür, heç bir savab yoxdur. Yalnız elə bir ki, belə deyək də, işə gəlmirsən bugün, misal olaraq deyirəm, sözsüz ki, bir dənə qalışqa qoydun, amma gəldin, orada sən yatdın, işdə misal üçün, bu kameradan görürlər ki, yatmışsan bütün gün, o gün sənə sayılmır. Axırda, ayın axırda deyirsən ki, tam bilirsən, bizim başa düşəcəyimiz kimi deyirəm ki, düzdür, nədir, misal, amma belə görürsən, həqiqi elədir, insan yəni görürsən, bilsə ki, orada maaş verilməyəcək ayın axırı, necə həris olar, amma halbuki sən bilirsən ki, ömrünün sonunda, öləndən sonra o namazdan sənə heç bir savab yoxdur. Təsəllə, yəni, xuşu yoxdursa. Biz bunun üçün amma biz heç sızıllamırıq. Bu da belədir. Yəni, hətta belə üzərindən yəni, vaciblik düşsə də, amma o birisi məsələdə ixtilaf yoxdur ki, yəni, insan əgər xuşu yoxdursa, savab da yoxdur. Yəni, namazda nə qədərsən, o qədər də qazanırsan. Misal, namazın 5% xuşulu olduğunu, 5% qazandın. 1%, 1%, 90%, 90%. Yəni, özündən asıl. Ona görə daim yəni, öz üzərinizdə işləyin. Namazdan qabaq, telefonla oynamayın, telefonda mesaj oxumayın, mesaja qulaq asası telefona girməyin. Və bu şeylər nədir? Səbəblərdir. Səbəblərdən yapışın. Bax, açın bir ayə Quran oxu, bir hədis oxu və s. Dua elə. Siz nədir? Rabitə yarat. Allah subhanahu wa ta'ala ilə, namazdan qabaq. Amma sən girirsən, məsələn, iş fikri ilə, iş fikri ilə də artıq nə deyirsən, namazı da artıq elə fikir gedir belə, şeytan da öz işini görür. Allah daha doğrusunu bilir. Bu mühüm məsələlərdəndir. İnşallah dərsdən sonra deyərsiniz, olan şeylər, Allahın izni ilə. Üçüncü məsələdə qardaşlar təmyizdir. Və didduhu əs-siğar. Təmyiz də ki, onun əksi balaca deməkdir. Yəni, siğar, uşaq, balaca uşaq deməkdir. Və bunun da həddi və həddu səb'ə sinin. Bunun da ki, həddi 7 yaşdır. Yəni, təmyiz artıq 7 yaşdan başlayır. Baxın, qardaşlar, bu məsələ mühüm məsələdir. Yəni, oxuyaq bunu, indi təzədən qayıdacaq. Thumma yu'maru bis-salati li qawli sallallahu əleyhi və səlləm. Sonra isə 7 yaşdan sonra ona deyir, namaz qılmaq əmr olunur. Nə dəlil olaraq? Allah Rəsulü sallallahu əleyhi və səlləmin hədisinə, sözünə əsas olaraq. Umuru əbnəəkum bis-salati li səb'in. وَضْرِبُوهُمْ عَلَيْهِ لِعَشْرٍ.
Allah Resulü s.ə.v deyir ki, onlara 7 yaşında namaz qılmağı əmr eləyin və onları 10 yaşında artıq vurun. Vurun. وَفَرِّقُوا بَيْنَهُمْ فِي الْمَضَاجِعِ və onların yataqlarını ayırın. 10 yaşda artıq. Deməli, İzə bələğə səğiru sinni təmiz və huvə 7 sinin əmara bis-salati leysə alə səbilil icab. Uşağa yəni 7 yaşa çatdısa artıq ona əmr olunur namaz. Bu vaciblik yəni əmri deyil ki, uşağa artıq 7 yaşında namaz qılmaq vacibdir, yox. Bu nədir? Bu öyrətmək babıdır. Aydın, yəni öyrədirsən uşağı. Artıq 7 yaşından başlayır. Əlbəttə ki, ondan tez olsa nə gözəl. Amma 7 yaşda artıq, yəni 7 yaşda sən üzərində artıq vacibdir ki, uşağa başlayasan öyrətməyə. Öyrətmək necə olur? Bəzi qardaşlar deyirlər, misal üçün, deyir elə belə, 10 yaşdadır, artıq görür qılmır, başlayır vurmağa. Tüstü vurmaq burada o demək deyir, sən götür uşağı şillələ, təpiklə və yaxud ağacla, remendir, Allah qorusun. Bu şey eləmək olmaz. Yəni 7 yaşında artıq uşaq hər 5 vaxt namaza qalxmalıdır. Yəni sübh namazı da ora daxildir, işə namazı da. İndi o burslar indi demirəm, ona görə ki, bu asandır. Yəni, zöhr namazıdır, əsrdir, məğribdir, bu zaten oyaq olur uşaq. Burası problem olur sübh namazında. Bəziləri görürsən ki, deyir, yazıqdır, qoy yazsın. Sən əksinə onu duruzmamaqla, yəni ki, onu məhv eləyirsən. Yəni, Allah Resulü s.ə.v deyibsə bunu, bunda xeyir var. Və o elə bir ki, disiplini artıq öyrənmiş olur uşaq, 7 yaşından. Durur, məsələn, 5-də, 4-də, 6-da, nəmlisti namazın vaxtını yaya qayıdır, qışa qayıdır, namazını qılır və həmçində artıq bu üçün. Sən yoxsan evdə, anası yoxdur, nənəsi, babası və s. Amma 5 vaxt namazın hamısına uşaq duruzulmalıdır və qıldırılmalıdır onu. Amma o ki, qaldı vacibliyə. Vaciblik necə bilirsiniz ki, artıq buluğa çatandan sonra olur. Aydın buluğa çatandan sonra. Yəni, bu yaşda uşağa namaz əmr olunur ona görə ki, onu öyrədəsən. Onu yəni vərdişə salasan. Amma artıq 10 yaşına çatdısa, burada iş daha elə bil şiddətlənir. Yəni, Allah Resulü s.ə.v deyir ki, əgər qılmazlarsa, onları vurun. Yəni, deyirəm, bura vurmaq o deməkdir, yəni ədəbləndirmək babından gedir, qardaşlar. Və o bizim ruşqanızla belə vurarsan, misvaqdan vurarsan, belə. Çünki hədislər necə bilirsiniz ki, hətta qadını belə ədəbləndirmək üçün misvaqdan gəlib vurmaq. Yəni, misvaq o demək deyil, misvaqın ağacı ilə. Yəni, misvaq bildiyimizdə belə incə, nəzik. Çünki insanlar olursun, başa düşsün, misvaq özü də bir ağacdır, görsün bir dənə belə misvaqın budağı ilə vursun xanımını və desin ki, hədisdə belə gəlir, o deyil. Həqiqi mənada olmuş dəfəlat olubdur. Ərəbistan ölkələrində bir qadın şikayət edir əlindən məhkəməyə. Məhkəmədə deyir ki, yoldaşım məni deyir. Kişi də deyir ki, sünnədə gəlməyib, Peyğəmbər misvaqdan vurur. Mən o misvaqdan vurmuşam. Yoldaş deyir, soruşun görün misvaq nə boyutda idi. Aydındır. Yəni, ona görə gələ insan neynəsin, bu gəlibsə belə bunu eləmək və ya şiddətləndirmək və həmçində uşaq da ki, baxır uşağa. Yəni, uşağı yəni ki, zəifdirsə, o ümumiyyətlə olmaz. Ən gözəli olur ki, sən əgər o uşağı 7 yaşından 5 namaza durğuzsan, yanında öyrətsən, Allahın izni hətta belə 10 yaşında onu vurmağa da ehtiyac olmayacaqdır. O özü qılacaqdır inşallah. Allah bütün evlatları salih qullarını eləsin, bizimkiləri də. Bəli, bu budur qardaşlar. Bu deməli nədir? 10 yaşında artıq nə etməlisən? Yəni üstündə daha möhkəm olur. Ümumiyyətlə evlatların üzərində. Bir də ki, məsələ budur ki, görürsən ki, xətalar hardan baş verir? Bu uşaqlar babından, oğlan uşağı babından, bacılar arasında. Məsələn, deyirəm, həddi buluğa çatmayıb, problem yoxdur da, başını açmaq olar və yaxud üz bağlayan bacılar üzünü açmaq olar o uşağında. Yox, elə şey yoxdur. Bax, görürsünüz, dində təmiz var və buluq var. Əgər bir uşaq artıq təmizə çatıbsa, onun yanında baş açmaq olmaz. Təmiz nədir? Ümumiyyətlə, təmiz fərqləndirməkdir. Uşaq artıq fərqləndirə bilir. Gözəli çirkindən.
vəsf eləyə bilir. Vəsf eləyə bilir. Bir günə qədər uşaq nəyin ki 7 yaş, 5-6 yaşında hər şey bilir. Telefon əlində, girir ora, girir, çıxır buradan. Ya ona görə gələk yəni bazılar ehtiyatlı olsun. Yəni uşaq artıq vəsf eləyə bilirsə insanı, artıq onun yanında baş açmaq olmaz. Xüsusən də o artıq hədisə baxsa, yəni artıq o 10 yaş, 12 yaş deyil. Yəni 7 yaşda artıq yəni uşağın yanında belə olmaz. Yəni təmiz varsa. Qardaşlar, deməli bu da ki hədis də səhidir. Yəni bir hədis gəlir Əhməddən, İmam Əhməddən rəhməhullah və Əbu Davuddan. Bu da ki Abdullah ibn Amr'dan radiyallahu anhdan gəlir. Deməli səhih hədisdir, əlhəmdülillah. Və dördüncü burada qardaşlar gəlir, necə ki biz dərsdən başlamamışdan dedik. Dördüncü artıq hədəsdir, yəni vudu. Yəni dəstəmazın pozulması və dəstəmaz haqqındadır. Necə ki dedik, dördüncü məsələyə artıq biz daxil olacaq növbəti dərsimizdə. Niyə görə? Ona görə ki, onun belə olmayacaq. Yəni onun geniş biz danışmalıyıq o barədə. Dəstəmazın alınması barəsində və s. Allah daha doğrusunu bilir. Allah Subhanahu istifadəni eləsin bizi. Allah Subhanahu müvəffəq eləsin ki, bu kitabı oxuyaq və faydalanaq hər birimiz. Subhanakallahumma bihamdik, əşhədu ən la ilahə illə əntə, əstəğfiruka və etûbü ileyk.